Qurani Kərimdə şeytanın dilindən nəql olunub ki, o dörd tərəfdən yaxınlaşacağını söylədi. Dedi, mən onların qarşısından, arxalarından, sağ və sol tərəflərindən gələcəm. Amma yuxarıdan və aşağıdan gələcəyini demədi. Dedi ki, bu dörd tərəfdən gələcəm. Mərhum məclisi bu barədə çox incə bir nöqtəyə işarə edib. Şeytan ön tərəfdən, arxa tərəfdən, sağ və soldan gələcəm dedi, lakin yuxarıdan və aşağıdan gələcəm demədi. Çünki yuxarı və aşağı Allahla bağlı istiqamətlərdir. Biz ya əllərimizi qaldırıb Allaha yönəlirik və ya Allah deyirik, ya da səcdəyə qapanıb alnımızı yerə qoyub ya Allah deyirik. Axı yol açıqdır, bəs niyə etmirik? Niyə bu cür etmirik? Əgər şeytan bizim əllərimizi Allaha qaldırmağa mane ola bilsəydi ki, biz Allaha yönəlməyək, ya Allah deməyək, o zaman deyərdi ki, mən yuxarı tərəfdən də gələcəm. Və əgər o bizim səcdəyə getməyimizin qarşısını kəsə bilsəydi, deyərdi ki, mən aşağı tərəfdən də gələcəm. Amma bu iki tərəf açıqdır. Xarici düşmən barəsində də vəziyyət eynidir. Uca Allahın, əgər siz düz yolda olsaz, mən sizi həm daxili düşməndən, həm də xarici düşməndən xilas edərəm deməsi də elə bu cürdür. İslamın başlanğıcından ta bu günə qədər nə vaxt ki biz Allah demişik, qorunmuşuq və nə vaxt biz Həvva demişik, çətinlik və problem görmüşük.